Oyun oynamak nədən çox əhəmiyyətlidir? Aslan ovunu qovlayarkən və tutmaq ehtimalı çox yüksəkkən ovunun arxasınca qaçmağı dayandırır. Bəs görəsən aslan ovuna bu qədər yaxınkən ovunun arxasınca qaçmağı nə səbəbdən dayandırır? Buna ağılsız aslan sindromu deyilir. Bu o mənaya gəlir ki, deməli aslan ovunu tutmaq ərəfəsində ovunu tutub yeyərkən qazandığı enerji o ovunu tutmağa sərf etdiyindən az olarsa aslan ovunun arxasınca qaçmağı dayandıracaqdır. Buna ağılsız aslan sindromu deyilir. Bu sindrom nə mənaya gəlir? Deməli, təbiətdə canlılar öz enerjilərini boşu-boşuna xərcləmirlər. Canlıların əsas məqsədlərindən biri enerjilərini qorumaqdır. Bəs nə səbəbdən? Görünən bir faydası olmamasına rəğmən övladlarımız körpə vaxtı boşu-boşuna oyun oynayaraq boşu-boşuna enerjilərini sərf edirlər. İngiltərənin Goldsmith Universitetindən professor Peter Smith bununla bağlı uzun müddətli araşdırmalar aparır və körpə övladların oyunlarını 4 qrupa ayırır. Birinci, döyüşmək, ikinci, qaçıb gizlənmək, üçüncü, bəslənmək, dördüncü, valideynlərini yamsılamaq. Göründüyü kimi bütün bu oyunlar həyata hazırlıq vasitələridir. Və araşdırmaların sonunda professor belə bir nəticəyə gəlir ki, əgər növün yaşamı öyrənməkdən asılı olarsa, o növ öz inkişafı üçün daha çox oyun oynamalıdır. Sosiallaşan növlər daha çox oyun oynamalıdırlar. Deməli, uzun bir ömür üçün lazım gələn bacarıq və qabiliyyətləri qazanmaq üçün daha çox oyun oynamaq lazımdır. Oyunun başqa bir daha çox böyük əhəmiyyəti də o körpə övladımızın şəxsiyyətinin və xarakterinin formalaşdırmasıdır və eyni zamanda körpə övladlarımız oyun oynayaraq içindəki o artıq enerji, gərginliyi, qəzəbi, öfkəni atırlar, ondan azad olurlar. Oyunun əhəmiyyəti ilə bağlı daha geniş məlumatı Xoşbəxt Övlad Böyütməyin Fəlsəfəsi kitabından əldə edə bilərsiniz.